İslam tarixində hələn belə bir şey baş verməyib ki, namaz qılmayanı təkfir etməyənlər demirəm. Onlarla məsələ aydındır. Kafir görən alim, kafir görən alimlər, məsələn, Həmbəli alimləri, məsələn, Şeyxülislam namaz qılmayan kafir görür. Amma bu cür. İbn Teymiyyə rahmetullah sağdır. Deyirəm, ya şeyx, namaz qılmayan birisi evlənə bilərəm ona. Kafir görür, deyəcək, bəli. Kəsliyini yiyə bilərəm, bəli. Əgər arvaddan bir namaz qılmadı, nikah batildir, deyəcək, yox. Belə birisi öldü, cənazəsi yuyulur, bəli. Cənazə namazı qılınır, bəli. Bəli, yox. Vacibdir ki, qılasan. Əslində, bəli demək səhvdir. Sənə fərzdir ki, qılasan. Və müsəlman qəbristanlığında bastırasan, niyə? Şeyxülislam onu deyir. Deyir, ona görə ki, nə qədər ki, qazinin önünə çıxarılmayıb, qazi ona bu hökmü verməyib, bu dünyada onunla müsəlman ki, müamilə edilir. Lakin, əl-qismu thani, ikinci qisim, qiyamət günü Allahın önünə kafir kimi gələ bilər. Yəni, namaz, baxın, namaz qılmayanı təkfir edən alimlər İbn Teymiyyə rahmetullah deyir, belə deyir, məsələni beləcə verir. Deyir, ona görə namaz qılmayan ahirətdə Allahın huzuruna kafir kimi gələ bilər. O alimlər ki, namaz qılmayanı kafir görürlər, onlar belə deyirlər. Amma bu dünyada nə qədər ki, qazinin önünə çıxarılmayıb, ümmətin icması ilə ona müsəlman kimi müamilə edilir, Şeyxülislam deyir. Həm sağlığında, həm də vəfatından sonra.